sizin o sözünüzdə böyük həqiqət var. Bəzən də insanların yetərincə bilgisizliyi və maarifsizliyi də bəlkə də buna gətirib çıxarır ki, biz məhz bu xəstəliklərin bunların fonunda baş verdiyinin fərqində deyilik. Onlar bəlkə də düşünürlər ki, bəli, qohum evliliyindən hər dəfəsində də doktor vurğulayır ki, qohum evliliyindən yaranacaq anadan gəlmə qüsurlu uşaqların sayı daha çox və ona səbəb olaraq kökləndiyindən biz bunu danışdıqca bəlkə bilgilənmələr daha çox olacaq və insanlar düşünəcək ki, hər halda biz onları düşünərək bu sahədə belə toxunuşlar olunur. Amma mənə elə gəlir ki, bu getdikcə, doktor, daha çox sizlər danışdıqca, bu haqqında söz sahibi olan insanlar danışdıqca insanlarda bilgi mənbəyində artım olacaq və onlar nə etdiklərinin fərqinə varacaqlar və gələcəyə xəstə uşaqlar doğulub hər gün o ağrı ilə, acı ilə deyir, yatıb oyanmaqdansa bu başdan daha tədbirli olmaqda böyük bir fayda var. Doktor, uşaq bilirik ki, xəstəlikləri də, uşaqların bədən quruluşu da, elə uşaqların psixologiyası da, məhz uşaqların maddələr mübadiləsi də yetkin insanlardan tam fərqlidir və bunların, belə deyək də, artıq müalicəsi də, bunlar fonda gedən cərrahi müdaxilələr də onların fərdi xüsusiyyətlərinə görə yanaşılmalıdır, deyilmi? Mənim ən sevdiyim sözlərdən biri budur ki, yəni uşaq kiçildilmiş bir yetişkin deyil, yəni tamamilə fərqlidir. Yəni quruluş olaraq, görünüş olaraq bənzəyə bilər, amma bütün maddələrin bazısı fiziologiyası, böyüməyi çox fərqlidir. Uşaq böyüməkdə olan bir orqanizmdir. Həm psixologiyası olsun, daha fərqli yanaşırıq biz uşaqlara. Yəni, böyük həkimləri çox təəccüb edirlər ki, siz uşaqlarla necə bir dil tapırsınız, yəni. Gerçəkdən də elədir. Yəni, uşaq cərrahi olana qədər mən də fərqli düşüncədəydim, amma uşaq cərrahisinə başladıqdan sonra harada uşaq görsəm, bir tanışıram, bir dil tuturam, bir gülümsəyirəm. Yəni, uşaqlar gerçəkdən fərqlidir. Gördüyümüz xəstəliklər də əslində böyüklərlə uşaqlar arasında çox fərqlidir. Yəni, ortaq bir yönlərimiz var, amma xəstəliyin tipi, müalicəsi, yəni uşaqda gözlədiyimiz xəstəlik böyükdə əməliyyat olur və ya böyükdə əməliyyat olmayan şeylər uşaqda əməliyyat ola bilir. Müalicə prinsipləri, dərman dozları çox fərqlidir. Ona üzrən uşaqla uşaq həkimi, uşaq bu sahədə ixtisaslaşmış mütəxəssislər məşğul olmalıdır. Yəni, eyni əməliyyatı həm uşaq cərrah, həm də böyük cərrahlar edə bilər, amma yəni, uşaqdakı bunun təqibi, dərmanı çox daha fərqlidir, yanaşması daha fərqlidir. Ona görə də hər bir şeydə mütəxəssisə müraciət etmək hər zaman daha doğrudur. Doktor, burada da bir məsələ var, valideynlərin yanaşma və qəbullanma dərəcəsi. Bəzən valideyn olaraq uşaqlarımızı hansı formada tədavi olursa olsun edək, bu aylara və illərə söykənəcəksə razıyıq, tək ki əməliyyata getməsin deyə bir qorxu düşüncə var ki, biz bundan geri çəkilməyi daha çox faydalı bilirik. Amma bunları bunda hardasa inandırmaq, çünki uşaq təbii ki, orada seçim qərarı verəcək insan deyil, buna qərarı valideynlər verir, biz onların qərarı üzərindən əməliyyatlara başvururuq. Necədir bu anlaşma, bunları razı salmaq? Çox çətindir, hətta o qədər çətindir ki, mən bununla əlaqəli bir köşə yazısı da yazdım, bir yayınladım yəni. Mən özüm də bu prosesdən keçmişəm, amma bu işin içində olduğum üçün uşağım əməliyyat olub, amma bunun lazım olduğunu bildiyim üçün hər hansı bir etiraz etməmişəm, amma bizdə çox çətindir. Özəlliklə də nənə, babalar daha çox qarışır bu işlərə. Amma artıq yəni, dünya o yerə gəlib ki, insanlar hər şeyi araşdırıb, internetdən araşdırıb gəlirlər. Yəni, biz məlumat verdiyimizdə artıq çoxsu təəccüblə baxmır. Bilirlər nəyin nə olduğunu, amma yenə də bir ümid yerir ki, bəlkə əməliyyat olmasın, bəlkə başqa bir şey, amma bəzi şeylər var ki, biz hər zaman hər uşağa əməliyyat etmirik. Məsələn, bugün bir uşaq gəlmişdi, 7-8 yaşında bir uşaq, qız uşağı. Hər bir şey, qanın analizi, uzisi, apendisitə oxşuyurdu, amma müayinəsi yoxdur. Deyirəm ki, yəni anası deyir əməliyyat eləyək, amma mən deyirəm ki, yox, bu uyğun deyil, illa da bütün uşaqlar əməliyyat olacaq deyə bir şey yoxdur. Amma elə bir şeylər də var ki, məsələn, qasıq yırtığı ilə gəlir. Bəlkə bağlasaq düzələr, dərman müalicəsi varmı? Deyir ki, yox, təəssüf ki, yoxdur. Gecikdirmədən də əməliyyat olmalıdır. Yəni, uyğun dildə bütün fəsadlarını da başa salaraq, müsbətini, mənfisini başa salaraq ailələrə mümkün qədər də, yəni, elə xəstə olur ki, ona yarım saat sadəcə əməliyyat qərarını vermək üçün danışırıq, yəni. Elə xəstə də olur ki, birbaşa həm doktor nə lazımdır eləyə sabah əməliyyatın olsun. Yəni, bu insandan insana dəyişir, ona görə də hər insana, hər ailəyə ayrıca yanaşma tələb eləyir uşaq cərrahisi. Biraz o cəhətdən biraz bəzən çətinlik çəkirik. Çətinlik çəkirik və əməliyyat öncəsi də uşaqların psixoloji hazırlığı var və əməliyyat sonraki da bunlarda da var ki, bəzən də yetkin insanlardan daha çətin, daha məsuliyyətlidir və ona görə də hər zaman deyirəm ki, uşaqlarla çalışmaq